isə uşaqlarda diqqətin pozulmasıdır. Belə ki, ekranda gördüyümüz şeylər, hadisələr çox qısa zaman ərzində baş vermiş şəkildə bizə çatdırılır. Təbii ki, real həyatda bir hadisənin baş verməsi üçün daha uzun müddət lazımdır və bu proses heç də düz bir xətt kimi davam eləmir. Fərqli-fərqli enişləri, çıxışları olan bir prosesdir. Ancaq telefonda gördüyümüz görsəllərdə isə hər şey saniyələr içində başlayır, olur, bitir. Və körpə beyni buna alışır. Daha sonra real həyata keçdikdə baş verən proseslərə diqqətini tamamilə verə bilmir. Çünki o öyrəşib ki, proses tez baş versin və bitsin. Və burada artıq diqqətini toplaya bilmir, konsentrasiya ola bilmir. Bu isə onun həm daha sonraki həyatına, dərslərinə maneçilik törədir, həm də ki, olduğu mühitdə tamamilə inkişaf eləməsinin qarşısını alır və belə uşaqlarda diqqət əksikliyi və hiperaktivlik sindromunun yaranma potensialı daha yüksəkdir. Bu haqda da videomuz var. İstəsəniz kanalda, YouTube kanalımızda bu haqdakı videomuza da baxa bilərsiniz.